İnsan iradəsi azaddırmı? Yoxsa əvvəlcədən müəyyən olunmuşdurmu? Bu sual əsrlərdir fəlsəfənin mərkəzində dayanır. Amma son 10 illiklərdə bu suala yeni bir tərəf qoşulub. Neyrobiyologiya. Beyin fəaliyyətini ölçən müasir texnologiyalar, məsələn EEG, elektroensefalografiya, yəni beynin elektrik siqnallarını qeyd edən üsul və fMRI, funksional maqnit rezonans görüntüləmə, beynin qan axını vasitəsilə hansı nahiyələrin aktiv olduğunu göstərən üsul. Bəzi alimləri belə bir iddiaya gətirib çıxarıb. Qərar vermədən əvvəl beynimiz artıq qərarını vermiş olur. Bəs bu iradənin azad olmadığı demək deyilmi? Bu araşdırma məhz bu sualın üzərində dayanır və maraqlı bir fikir irəli sürür. Qərbin böyük filosofu İmmanuel Kant ilə İslam mütəfəkkiri İmam Gəzalinin iradə haqqındakı görüşlərini götürüb, neyrobiyologiyanın tapıntıları ilə müqayisə edir. Əsas tezis budur. Neyrobiyologiyanın nəticələri əslində nə Kantın, nə də Gəzalinin fəlsəfəsi ilə ziddiyyət təşkil etmir. Əksinə, onlarla uyuşur. Əvvəlcə Kantın nomen və fenomen dünyası ilə başlayaq. Kant iradəni izah etmək üçün iki qat reallıqdan danışır. Bunlar fenomen və nomen adlanır. Fenomen bizə göründüyü kimi olan şeylər, yəni hisslərimizlə qavradığımız fiziki dünyadır. Nomen isə əşyanın özü, yəni hisslərlə deyil, ancaq təfəkkürlə çatan, fiziki səbəb-nəticə zəncirindən kənarda duran reallıqdır. Kanta görə insan həm fenomenal, fiziki səbəb-nəticəyə tabe dünyaya, həm də nominal, mənəvi, azad dünyaya aiddir. Bədənimiz və beynimiz fenomen dünyasının hissəsi olduğu üçün təbiət qanunlarına, determinizmə, yəni hər hadisənin əvvəlki səbəblər tərəfindən zəruri şəkildə müəyyənləşdirilməsi prinsipinə tabedir. Amma iradəmizin kökündə duran intelligible xarakter, yəni Kantın nominal mənlik üçün işlətdiyi termin bu səbəb-nəticə zəncirindən kənardadır və buna görə azaddır. Bu Kantın məşhur transendental azadlıq anlayışıdır. Nominal səviyyədə azadlıq mövcuddur. Amma bu azadlıq fenomenal dünyada hərəkətlərə çevriləndə artıq təbiət qanunlarının bir hissəsinə çevrilir. Beləliklə Kantın sistemində həm azadlıq, həm də determinizm eyni anda doğrudur. Sadəcə fərqli qatlarda. İndi isə Gəzalinin Lətifə Rəbbaniyəsinə nəzər salaq. İmam Gəzali insanın iki tərkib hissədən ibarət olduğunu deyir. Cəsəd, fiziki bədən və Lətifə Rəbbaniyə, yəni ərəbcə ilahi incəlik. Gəzalinin insanın mənəvi mahiyyətini adlandırdığı termin. Bu mahiyyət 4 anlayışla ifadə olunur. Qəlb, həm fiziki ürək, həm də mənəvi idrak mərkəzi. Ruh, həm bədəni canlandıran həyati güc, həm də Allahın əmri olan mənəvi substansiya. Nəfs, insanın istəkləri və meyilləri. Və əql, idrak və mühakimə qabiliyyəti. Gəzaliyə görə insan bilikdən hərəkətə doğru bir yol gedir. Əvvəlcə idrak, bir şeyi tanımaq, sonra istək, ona meyl etmək, sonra əzm, qərar və nəhayət hərəkət. Bu zəncirin içində insanın ixtiyar, seçim azadlığı, qabiliyyəti var. O, mümkün hərəkətlər arasında seçim edə bilir. Amma eyni zamanda Gəzali, kauzality, səbəbiyyət məsələsində fərqli bir mövqe tutur. Təbiətdəki səbəb-nəticə əlaqələri həqiqidir. Amma bunlar Allahın qüdrətinin təzahürüdür və Allah istəsə, adətən mümkün olmayan nəticələr də baş verə bilər. Beləliklə, Gəzalinin görüşü nə xalis determinizm, nə də xalis libertarianizmdir. Bu, bir növ nisbi determinizm və ya kompatibilizmdir. Yəni, azadlıq və determinizmin uyuşa biləcəyini iddia edən mövqedir. Bəs neyrobiyologiya nə deyir? Bu araşdırmanın ən diqqət çəkən hissəsi Benjamin Libet'in 1983-cü ildə apardığı təcrübədir. Libet iştirakçılara sərbəst şəkildə istədikləri an barmaqlarının tərpətmələrini tapşırıb. Eyni zamanda onların beyin fəaliyyətini, xüsusilə hazırlıq potensialı, readiness potential, hərəkətdən əvvəl beynin motor nahiyəsində yaranan elektrik siqnalı, adlanan siqnalı ölçüb. Nəticə çox maraqlı olub. Bu siqnal insanın indi hərəkət etmək istəyirəm deyə şüurlu şəkildə hiss etməsindən 350 millisaniyədən 550 millisaniyəyə qədər əvvəl yaranıb. Bu o deməkdir ki, beyin biz hələ qərar verdiyimizi hiss etməzdən əvvəl artıq hərəkətə hazırlaşmağa başlayır. Bəzi neyrobiyoloqlar bunu belə şərh edir. Şüurlu iradə əslində illüziyadır. Beynimiz bizdən əvvəl qərar verir.
Amma elə Libetin özü də bir incə məqamı vurğulayır. Hətta bu siqnal yarandıqdan sonra belə insan hərəkəti son 150 millisaniyə ərzində veto edə bilir. Yəni onu dayandıra bilir. Bu tam determinizmə qarşı kiçik, amma önəmli bir pəncərədir. Bəs körpü, uyğunluq hardadır? Bu üç fərqli baxış bucağını, Kantı, Qəzalini və neyrobiologiyanı birləşdirəndə maraqlı bir naxış üzə çıxır. Hər üç perspektiv eyni struktura malikdir. İki qat reallıq, biri zəncirvari səbəb-nəticəyə, determinizmə tabe, digəri isə nisbi mənada azad. Kantda bu nomen-fenomen ayrımıdır. Qəzalidə bu Allahın iradəsi ilə insanın ixtiyarı arasındakı əlaqədir. İnsan seçir, amma bu seçim daha böyük ilahi qüdrətin çərçivəsindədir. Neyrobiologiyada isə bu hazırlıq potensialı, əvvəlcədən müəyyənləşən beyin fəaliyyəti ilə vetodan istifadə imkanı, son anda nəzarət arasındakı gərginlikdir. Əsas nəticəsi budur ki, neyrobioloji tapıntıları əgər düzgün oxunsa, nə Kantın, nə də Qəzalinin sisteminə zərbə vurmur. Əksinə, hər iki filosofun irəli sürdüyü iki qatlı reallıq modeli ilə tamamilə uzlaşır. Determinizm və azadlıq bir-birini inkar etmir. Sadəcə fərqli səviyyələrdə fəaliyyət göstərirlər. Bu tədqiqat bizə xatırladır ki, neyrobiologiya ilə fəlsəfə arasında zənn edildiyi qədər dərin uçurum yoxdur. Beynin bizdən əvvəl hərəkətə hazırlaşması, insanın tamamilə iradəsiz bir maşın olduğu demək deyil. Həm Kant, həm də Qəzali əsrlər əvvəl bizə göstərmişdi ki, insan eyni anda həm təbiət qanunlarının, həm də bir növ daxili azadlığın daşıyıcısıdır. Müasir neyrobiologiya bu qədim müdrikliyi inkar etmək əvəzinə ona yeni bir elmi dil qazandırır. Təbii ki, gələcəkdə bu məsələlərə daha ətraflı toxunacağıq.